Azərbaycan Diplomatik Akademiyasında ənənəvi Business Case müsabiqəsinə yekun vurulub. İlkin mərhələdə 29 komandanın iştirak elədiyi müsabiqədən əməkdaşımız Natiq Nayloğlu xəbər gətirib. With our high service and quality. Amerika Birləşmiş Ştatlarında təhsil alan Azərbaycan məzunları İctimai Birliyinin hər il ənənəvi olaraq keçirdiyi müsabiqənin final günündə 29 komanda arasından seçilmiş 6 komanda mübarizə aparıb. Qafqaz Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Tbilisi Dövlət Universitetinin komandaları münsifləri qarşısında təqdimatlar edib, sualları cavablandırıblar. Tədbirdə Azərbaycan və Gürcüstanın təhsil nazirlərinin müavinləri Firidun Qurbanov və Damas Mirsaqaşvili də çıxış ediblər. Müsabiqədə 4-cü yeri Tbilisi Dövlət Universitetinin, 3-cü və 2-ci yerləri Qafqaz Universitetinin, 1-ci yeri isə Azərbaycan İqtisad Universitetinin komandası tutub. Fərqlənənlərə diplomlar və mükafatlar təqdim olunub. Layihənin keçirilməsində iştirak edən Amerikanın Azərbaycandakı səfirliyi bu cür yarışmaların tələbələrin gələcək iş həyatına yüksək təkan verəcəyini bildirir. Onlar üçün çox yaxşıdır ki, onlar gələcəkdə özlərini ictimaiyyətə necə təqdim edə bilərlər, öz layihələrini necə tanıda bilərlər və özlərini işlərində necə doğrulda bilərlər. Bunun yollarını öyrənirlər və demək olar ki, burada olan gənclər gələcəkdə Azərbaycan hansı iqtisadi sahəsində lider rolunu oynayacaqlar. Layihə Azərbaycan Təhsil Nazirliyi, Gürcüstan Elm və Təhsil Nazirliyi, Ada Universiteti tərəfindən dəstəklənir.